La tahsabannellezine qutilu fi sabilillahi emvaten bel ahyaun inde rabbihim yurzaqun. Allah yolunda öldürülenleri ölü sanma. Onlar diridir. Deyə bilərsiniz ki, bütün ölülər diridir də. Niyə şəhidlər ayrıca diri adlandırılır? Bir adam ölübsə o deməkdir, öldü, əbədidir də, ruh hamı da əbədidir. Şəhidlərin diriliyinin növü başqadır. Şəhidlər diriliyin başqa növünə çatırlar. Yəni şəhidlər təkcə axirət aləmində mövcud olmurlar. Şəhid olduqdan sonra həm bərzəxdə mövcuddur, həm dünyada əlaqəsi kəsilmir. Və buradakı hadisələrə təsir göstərə bilir. Şəhidin dünyadakı gedən hadisələrə, proseslərə təsiri öldükdən sonra da azalmır. Şəhid dünya ilə əlaqəsini itirmir. Şəhid öldüsə ruhu o aləmə köçüb burayla bitirmir. Burayla əlaqəsi qalır. Şəhid hər iki aləmdədir eyni zamanda. Şəhidlik bizim təsəvvür etmədiyimiz böyük bir rütbədir. Şəhidin məqamını inşallah qiyamətdə biz görəcəyik. Şəhid nə boyda ali məqamlı insandır.